Dəmiryolçu olmaq üçün gərək qəlbən dəmiryolçu olasan, bu sənəti sevəsən. Göstərirəm, manyaxdan, tak. Uzun illərdir dəmir yolunda çalışıram. Yaxından şirkətə bax, tak. Və o səs. Zəhmətin səsi, məsuliyyətin ritmi, dəmir yolçuların ürəyidir. Hər metrdə diqqət, hər addımda təcrübə tələb edir. Aldım bu il ki, qatarla gəlin. Eşitdim ki, belə bir sürətli qatarımız var, rahatdır. Mən də bir həftə bundan qabaq bilet aldım, gəldim. Çox rahat, əla servisi var, əla belə heç hiss eləmirsən qatarı. Ən yaxşı yol mənə elə gəlir ki, qatarla gəlməkdir. Ağdama dəmir yoluna gəlmək böyük bir sevincdir. Hər günün bir istiqaməti, hər reysin bir məsuliyyəti var və onların işi sadəcə qatarlara yol açmaq deyil, zamanla yarışmaqdır. Çünki hər səfərin arxasında bir dəmir iradə dayanır, dəmir yolçunun iradəsi. Bakı stansiyasına saat 7:10-da çıxıb, 11:50 üstü Ağdam stansiyasına çatmışıq, 4 saat 43 dəqiqə yolda olmuşuq və tam təhlükəsiz gəlib mənzil başına çatmışıq. Səfərimiz çox yaxşı keçdi, sərnişinlərimiz də hər zaman kimi bizdən çox razı qaldılar. Qısa bir vaxtdır ki, dəmir yolçu kimi fəaliyyət göstərəm və bu qədər vaxt ərzində isə ilk səfərlərimin Qarabağa, Ağdam olması çox qürur verici bir hissdir. Diaqnostika sistemi mükəmməl olaraq işləyir. Bir daha ayda 2 dəfə olaraq yollarda baş vermiş nasazlıqların operativ surətdə dərhal icraçılara göndərilməsi və digər təhlükəsiz baxımdan biz çalışırıq ki, bir xidmət olaraq dəmir yoluna etibar edilmiş yük və sərnişin vaqonların vaxtında və təhlükəsizlik mənzil başına çatdırılmasını təmin edirik. Son 20 il ərzində dəmir yoluna iri investisiyaların yönləndirilməsi və məqsədyönlü inkişaf strategiyası nəticəsində Azərbaycan dəmir yolları yeni sima qazanıb, nəqliyyat sektorunda mühüm hədəflərə nail olub. Bu dövrdə infrastrukturun yenilənməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində yeni tədbirlər həyata keçirilir. Bununla yanaşı Azərbaycan dəmir yolları təkcə daxili yük daşımaları ilə deyil, həm də regionda tranzit potensialının gücləndirilməsi istiqamətindəki iri infrastruktur layihələri ilə də tanınır. Lakin bu layihələr arasında ən xüsusi yeri Zəngəzur dəhlizinin Azərbaycan hissəsi olan uzunluğu 110 kilometr ötən Horadiz-Ağbənd dəmir yolu xəttidir. Çünki bu layihə Azərbaycanın yeni tarixinin ən böyük və ən əhəmiyyətli layihələrindən biridir. Qeyd edeyim ki, bugünə qədər layihələndirmə işlərinin 84, tikinti quraşdırma işlərinin isə 67% artıq başa çatdırılıb belə və hazırda intensiv tikinti işləri Horadiz-Ağbənd dəmir yolu xətti üzrə son stansiya olan Ağbənddə aparılır.